Salam, yeni bir video dərslikdə xoş gördüm sizləri. Bu günləri biz kontragentlərin özlərinin yaranmasını öyrənəcəyik. Bundan öncəki videomuzda kontragent qruplarını yaranmasını öyrənmişdik. Bugün isə kontragentlərin yaranmasını öyrənəcəyik. Gəlirik, proqramımızı açırıq. Kontragent qruplarının olduğu hissəyə daxil oluruq. Qrupun hansı kontragenti yaradacaqsa, həmin qrupa daxil oluruq. Məsələn, mən alıcıları yaratdığım üçün alıcılar qovluğuna daxil oluram. Qovluğa daxil olduqdan sonra əlavə et düyməsini, qısa yolu insert düyməsidir. Əlavə et düyməsinə sıxırıq. Qarşımıza belə bir pəncərə gəlir. Baxın yoldaşlar, kontragentlərimiz faylımızda var, alıcılar və mal satanlar deyə. İlk öncə alıcıları yaradırıq. Buradan kontragentin adını kopya edib, ad hissəsinə daxil edirəm. Burada hüquqi fiziki şəxsdirsə, onu seçmə edirik. Qrupu alıcılar qrupudur. Onu seçmə edirik. Tam ad hissəsi avtomatik olaraq özü verir. Daha sonra V-nün kopya edirik. V hissəsinə daxil edirik. Yaxşı olar ki, gələcəkdə təkrar kontragentin yaranmasının qarşısını almaqdan ötürü kod hissəsində V-nü daxil edək. Birinci dərslərimizdə də bunu qeyd etmişdik. Baxın, kod hissəsini aktiv etmək üçün hərəkətlər bölməsindən redaktə et deyirik. Daha sonra V-nü burada daxil edirik. Həm V hissəsində, həm də kod hissəsində. Çünki V unikal rəqəmdir. Yəni, təkrar yaranmasın deyə hər dəfə kontragenti yarananda bu formada yaratsaq, yəni bir kontragentdən iki yerə kopya düşmür. Onun üçün kod hissəsinə V-nü daxil edirik. Yazmaq deyirik. Keçirik ikinci hissəyə ünvanlar və telefonlar. Bu bölmədə bizim kontragent yaradan zaman istifadə etdiyimiz informasiyalardır. Yəni, bu informasiya məlumat xarakterlidir. Bunu da özünüz istəsəz doldura bilərsiniz. Əlaqələr bölməsində bu da məlumat xarakterlidir. Sadəcə olaraq göstərim. Əlaqələr bölməsində əlavə et deyirik. Baxın, burada qarşı tərəfin əlaqədar nümayəndəsi kimdirsə, onun adı, soyadı, adresi, telefonu, bu kimi məlumatlar və yaxud da vəzifəsi nədirsə, doğum tarixi, əlavə qeydləri, bu kimi məlumatları əlavə edə bilərik ki, gələcəkdə həmin o nümayəndə haqqında məlumatları əldə eləmək olsun. Yəni, bu vacibat deyil. Keçirik. Digər bölməmiz hesablar və müqavilələr. Baxın yoldaşlar, bu hissə mütləq diqqət olunması hissədir. Burada biz kontragenti yaratdıqda avtomatik olaraq müqavilə əlavə olunur. O deməkdir ki, müqavilə olmalıdır mütləq. Yəni, müqaviləsiz alqı-satqı olmaz deyə. Yəni, proqram özü avtomatik bunu verir. Biz redaktə edirik. Redaktədə təşkilatımızın adı, yaratdığımız kontragentin adı və müqavilənin adı
Bu kimi məlumatlar var. Müqavilənin adını qeyd edirik. Əsas müqavilə. Gəlirik müqavilənin növünə. Müqavilənin növü yoldaşlar, alıcıdırsa, alıcı, yəni alıcıları qeyd edəndə alıcı seçirik. Mal satanları, yəni satıcıları qeyd edəndə təchizatçını seçirik, təchizatçı ilə. Digərlərində isə digər seçirik. Burada bu komitentlə, komissionerlə bunlardan istifadə olunmur praktikada. Alıcı, satıcı, yəni təchizatçı ilə və digər. Bu üç seçim var. Biz alıcını yaratdığımıza görə alıcı ilə seçimini seçirik. Müqavilənin nömrəsi, yəni nədirsə onu qeyd edirik. Burada tarixi var. Deyək 02.02.2025. Burada da nömrəsini də deyək 25.02.02. Yəni şərti nömrədir. Burada müqavilə üzrə limit bölməsi var. Müqavilədəki olar ki, razılaşma protokolumuz ki olur. Razılaşma protokolun keçməməkdən ötürü burada limit təyin edə bilərik ki, müəyyən bir limit qoyuruq ki, yəni bundan artıq biz yəni müqavilənin limitin keçməyək. Onun üçündür, yəni buranı boşda qoya bilərik. Digər burada plan qiyməti deyə belə bir bölmə var. Əgər plan qiymətini qoysaq, müqavilədəki qiymət nədirsə, o qiymətlə biz alqı-satqı edirik. Plan qiymətini qoyduqda sonradan qiymət dəyişikliyi olarsa, gərək biz gəlib buradan yenidən redaktə edək. Onun üçün bu da praktikada çox istifadə olunmur. Bu hissələrdə boş qoyuruq və yazmaq deyirik. OK deyirik. Artıq müqaviləmizin redaktəsini elədik. Daha sonra gəlirik banka hesabları bölməsinə. Mütləq bu hissəni də doldurmalıyıq. Əlavə et deyirik. Banka hesabını yaratmaq əvvəlki dərslərimizdə bizim şirkətimizi yaradan zaman istifadə etdiyimiz eyni pəncərə açılır. Baxın, burada da kontragentin adını verib banka hesabı Asfen MMC. İndi gəlirik Asfen MMC-nin hesabını buradan götürürük. Hesab nömrəsi hissəsinə əlavə edirik. Bankı hansı bankdırsa, daha doğrusu yoldaşlar, bankı hansı bankdırsa, Bank Respublika, Bank Respublikanı seçirik. Bank Respublika. Digər seçimlər olduğu kimi qalır. Yazmaq deyirik, OK deyirik. Bank hesabını yaratdıq. Gəlin biz də ƏDV depozit hesabını da yaradaq. Yenə əlavə et deyirik. Fayllarımızdan ƏDV depozit hesabına daxil oluruq. Depozit hesabının hesab nömrəsini kopya edirik. Gəlirik. Buradan əlavə edirik. Bu hissədən Dövlət Xəzinədarlıq Agentliyin seçirik. Və digər seçimlər olduğu kimi qalır. Yazmaq OK deyirik.
Burada da yoldaşlar, baxın, banka hesabı və yaxud da depozit hesabı hansını əsas kimi istəsək, əsası vurub qeyd edə bilərik. Əsas kimi qeyd olunanda, baxın, daha qalın şriftlərlə yazılır. Biz banka hesabını əsas kimi qeyd edirik. Müqaviləmiz hazırdır. Banka hesablarımız hazırdır. Yazmaq deyirik, OK deyirik. Bəli yoldaşlar, kontragentimiz hazırdır. Baxın, alıcılar qovluğuna daxil olduqda kontragentimiz burada görə bilirik. Olar ki, məsələn, sonradan səhvən satıcını, mal satanı biz burada yaratmışıq deyək. Onu digər qovluğa daşımaqdan ötürü burada belə bir elementi digər qrupa yerləşdirmək deyə belə bir buton var. Bunu sıxırıq. Qruplarımız açılır. Hansı qrupa istəsək, o qrupa daşıya bilərik. Məsələn, biz satıcıları daşımaq istəyiriksə, 2 dəfə klik edirik mişqamızı. Artıq satıcılar qrupunda kontragentimiz daşındı. Və yaxud da ümumi olaraq heç bir qrupda olmağını istəmiriksə, buradan yenə də seçim edirik. Gəlirik ümumi qrupu seçmədən 2 dəfə klik edirik. Artıq bizim kontragentimiz heç bir qrupa daxil deyil və yaxud da digər seçim kontragenti tutub mışqanın sol düyməsi ilə gətiririk. Hansı qrupa istəsək, üzərində atırıq. Həmin qrupun daxilinə yazılmış olur. Bəli yoldaşlar, alıcılar deyə kontragentimizin birini yaratdıq. Digər alıcıları da bu formada yarada bilərik. İndi isə gəlin satıcılardan, mal satanlardan birini də nümunə üçün yaradaq. Burada biz qrupun adını satıcılar qoymuşuq. Onu redaktə edib mal satanlar edək. Yazmaq deyirik, OK deyirik. Daxilinə giriş edib əlavə et deyirik. Mal satanlarımızdan məsələn Global MMC adını qəbul etdikdən sonra avtomatik tam ad düşür və önünü əlavə edirik. Redaktə edib unikallığı qorumaqdan ötürü kod hissəsinə də və-ni əlavə edirik. Baxın, olar ki, siz bu əlavələri edəndən sonra yazmaq deməsəz, gəlib müqavilələr bölməsində müqaviləni görməyəcəksiniz. Onun üçün yazmaq deyirik, avtomatik müqaviləni proqram özü yaradacaq. Ümumi bölməmizdə heç bir məlumat qalmadı. Yazmaq dedik. Gəldik. Ünvanlar, telefonlar, bayaq izah etdiyim kimi, əlaqələr bölməsi izah etdiyim kimi bizə əsas lazım olan burada müqavilələr və bank hesabları bölməsidir. Müqaviləni yaratdı. Yoldaşlar, müqavilə ümumi olaraq proqram bütün müqavilələri alıcı ilə yaradır. Biz sonradan girib, redaktə edib onu satıcı və yaxud da digər qrupu müqavilə növünü seçməliyik. Gəldik müqavilənin üzərinə, redaktə et dedik. Yenə eyni pəncərə açılır. Təşkilat, kontragent burada avtomatik gəlir. Burada müqavilənin adı əsas müqavilə.
müqavilə burada alıcı ilə deyil, artıq biz satıcı yaratdığımıza görə təchizatçı ilə, yəni mal satanla müqavilə bağlayanda burada təchizatçını seçməliyik. Müqavilənin tarixi 03.05.2025 deyirik. Şərt olaraq müqavilənin növü 25.05 daha doğrusu 03. Yəni sizdə müqavilənin nömrəsi nədirsə onu daxil edəcəksiniz. Burada limit qoymuruq. Müqavilə üzrə cəm bunlara heç bir dəyişiklik etmirik. Yazmaq deyirik, OK deyirik. Buradan müqavilənin növü gördüyünüz kimi təchizatçı ilə dəyişildi. İndi gəlin banka hesablarını da yaradaq. Baxırıq banka hesablarına. Burada hesabı kopya edib daxil edirik. Daha sonra bank hansı bankdır? Bank ASC Suraxanı filialı. Buradan da həmin bankı seçirik. Eynidir də. Kapital Bank ASC Suraxanı filialı, bəli. Bankda seçim etdikdən sonra yazmaq deyirik, OK deyirik. Bir də ƏDV depozit hesabını yaradaq. Onu da hesabı kopya edirik. Gəlirik. Buradan hesabın nömrəsi Dövlət Xəzinədərlik Agentliyi və salam yoldaşlar. Burada yazmaq deyirik, OK deyirik. Artıq bizim satıcı ilə də bir nümunəmizi daxil etdik. Müqaviləsin bank hesablarını yaratdıq, OK dedik. Bizim Global MMC deyən bir mal satanımız oldu. Bir də alıcılarda Aspen MMC deyə alıcımız, kontragentimiz yarandı. Bir də yoldaşlar dövlət orqanlarında daxil olub dövlət vergi xidməti deyəcəyik. Buradan VÖN-ünü qeyd edə bilərsiniz. Dövlət vergi xidməti deyə belə bir kontragent yaradırıq. Yazmaq deyirik, OK deyirik. Daha sonra DSMF deyirik. Yazmaq deyirik, OK deyirik. Bunlarda müqavilə, məsələn, DSMF-yə daxil olduq, müqavilələr bölməsinə daxil oluruq. Buradan müqavilənin növünü dəyişib, digər qoyuruq. Çünki bunlar alıcı deyil, satıcı deyil. Hər ikisində digər edirik. Yazmaq deyirik, OK deyirik. Dövlət vergi xidmətində də dəyişək. Müqaviləni 2 dəfə də müqavilənin üzərinə mişqanın sol düyməsinə klik etsək, redaktə bölməsinə daxil olmuş oluruq. Burada alıcı ilə olan hissəsini dəyişib, digər deyirik, yazmaq OK deyirik. Bəli yoldaşlar, alıcını yaratdıq, satıcını, mal satanı yaratdıq, dövlət orqanlarını yaratdıq. Bugünlük dərsimiz bu qədər. Növbəti video dərsliklərdə görüşmək ümidi ilə kanalımıza abunə olub bəyənməyi unutmayın. Hələlik salamat qalın.